Salam. 100 gündə 100 dərs seriyasının bugün ikinci seriyasını çəkirəm. Deməli, təməl akordlardan başlayacağıq bugün. Sizə keçən dərs deməli simləri başa salmışdım. 1, 2, 3, 4, 5, 6 dənə sim var. Yuxarı 3 sim bas simi, aşağıdakılar isə daha zil simlərdir. Bəli, bunlar isə pərdələrdir. Deməli, bu birinci pərdədir. Bax, bu gördüyünüz bu birinci pərdədir, bura kimi. İkinci pərdə, üçüncü pərdə, dördüncü, beşinci, altıncı, yeddinci. Və beləliklə sıralama davam edir. Axıra kimi. Əlbəttə ki, əsasən yəni bura kimi akordları basmaq olur rahat. İndi nə deyirəm sizə? İlk öncə biz hansı akordları keçirik? AM akordu. AM akordu nədir? AM akordu gördüyünüz kimi A hərfi və yanında M. M minor olduğunu bildirir. Hər hansı bir akordun yanında M hərfi görürsünüzsə, deməli o minordur. Yəni yazılanda da elə yazılır. AM və yaxud da YM. YM isə mi minor akordudur. Əgər M hərfi yoxdursa, sadədirsə, bu sadə A akordu, yəni La akordu. Deməli, A akordu hansıdır? La. AM hansıdır? La minor. Bəli, indi barmaqların yerini göstərəcəm. Bu deməli birinci simdir. İkincisi, birinci pərdə. İşarət barmağımızı qoyuruq bura. Birinci pərdə, ikincisi. Mi, si. Si teli. Bax, si teli. Qoyduq. Sonra ikinci pərdə, dördüncü sim. Re teli. Bax, orta barmağımızı qoyuruq dördüncü tələ, re telinə. İkinci pərdədə. Bax, belə. Gördünüz bunu. Və ən axırıncı bu barmağımızı, nişan barmağı deyirlər. Bunu ikinci pərdə, üçüncü simə qoyuruq. Üçüncü sim, sol siminə. Deməli, necə oldu? Bu barmağımızı, işarət barmağımızı qoyuruq birinci pərdədə ikinci simə. Sonra orta barmağımızı qoyuruq ikinci pərdədə dördüncü simə və ən axırıncı bu barmağımızı qoyuruq ikinci pərdədə üçüncü simə. İşlətdiyimiz simlər yəni əsasən si, sol, re bu simlərdir. Düz əlbəttə ki, indi ifa eləyəndə hamısı istifadə olunur. Amma ki, yəni əsas bunlara basırıq. Bax, belə bir səs alınmalıdır. Sizdə indi cızıldayacaq belə zat səslər verəcək, yəni biraz cızıltı ilə də indi təzə başlayırsınız. Çünki o normaldır. Gərək onun üzərində maksimum işləyəsiniz ki, artar. Vuranda bax, bu təmiz səsdir. İndi belə zat səslər çıxa bilər. Məsələn, yeni başlayanlar bunlara zada da toxunurlar. Belə cızıltılarla zatdan səslər çıxacaq da. Qəribə səslər çıxa bilər. Yəni heç narahat olmayın. O zamanla düzələcəkdir. Zamanla görəcəksiniz ki, təmiz səs almışsınız. Nəysə, bugünlük bu qədər. İlk akordu öyrəndik. Əsas elə ilk akordu öyrənən kimidir. Sonra yavaş-yavaş ardı gələcək. Oldu, sağ olun. İzləməyi, like etməyi və yorum yazmağı unutmayın. Əgər başa düşmədiyiniz bir şey varsa, yorumlarda qeyd edə bilərsiniz. Eyni zamanda da save eləyin ki, videonu itirməyəsiniz. Sonra baxmaq üçün. Yəni, əgər yadınızdan çıxsa, yenə baxarsınız və yenidən tətbiq edərsiniz. Sağ olun.